bu 4 cildik meselesi ortaya çıxanda bunu mənə məsləhət gördülər. Deməli, mən başladım bunu hazırlamağa. Düzdür, çox çətin idi, həddindən artıq çətin idi. Dövlət Film Fondunda bir şöbə yaratmışdıq. Cəmil müəllim də o vaxt direktor idi, indi də direktordur. Həmən yerdə Cəmil müəllim ora gələndən sonra biz bütün bu işləri, yazı pozu işlərini elmi əsaslar üzrə qurduq Dövlət Film Fondunda. Amma ondan qabaq pərakəndə şəklində idi. Və orada balaca bir qrup yaratdıq və o qrup kömək elədi mənə. Kömək elədi ki, bunların redaksiyası, korrektorası ilə məşğul oldular. Qaldı filmləri toplayandan sonra yenə də deməli, bu 4 cildlik, bax bu görünür, 4 cildlik çıxır ortaya. Kinoparakada təhvil veriləndə düzdür, mən görməmişəm orada ki, onun kağız quvazlarda təhvil verilsin. Onu görməmişəm. Amma Film Fond yaranandan sonra ora daxil olurdu filmlə bir yerdə onun bütün lazım olan sənədləri. Bax, o sənədlərin bir surətini mən yığıb evdə saxlayırdım özümdə. Baxsınız, burada şkaflara doludur bunlar. O toplaya-toplaya, bax gəldi çıxdı axırda bunlar əlimizə hazır şəkildə.